Əziz qardaşlar, dəyərli müsəlmanlar, necə ki, biz yağış yağarkən üzərimizə çətir alırıq ki, yağış üzərimizi islatmasın, eləcə də Allahın duaları qəbul etdiyi rəhmət yağışları vardır ki, əgər biz Allahın rızasına uyğun əməllər işləməsək, bu rəhmətə qarşı sanki bir çətir qaldırmış olarıq, yəni bu rəhmətə qarşı əngəl yaratmış olarıq. Allah Teala daim qullarına rəhmət yağışını yağdırır. Lakin qullar bu rəhmətə qarşı özləri əngəl olurlar. Bu əngəllərdən bir çoxlarını saya bilərik. Məsələn, halalın arxasından getməmək, haramlar işləmək, əmri bil məruf və nəhyi anil münkəri tərk etmək, yəni yaxşılıqları əmr etmək, pisliklərdən çəkindirmək vəzifəsini tərk etmək və bir çox şeyləri saya bilərik. Allahın rəhmətinə əngəl olan əməllərdən biri də valideynlərə qarşı üsyandır. Valideynə qarşı hörmətsizlikdir. Bugün elə bir zamanda yaşayırıq ki, dəyərli qardaşlar, övladlar valideynə qarşı üsyan edirlər. Onlarla çox yüksək səslə danışırlar. Onlara kobudluq edirlər. Və bu cür hərəkətlər yol verilməzdir təbii ki. Halbuki Allah Teala Quran-ı Kərimdə özünə şükr etməyi əmr etdikdən sonra valideynə də şükr etməyi, ona təşəkkür etməyi əmr edir. Həzrəti Ömər radiyallahu anh rivayət edir ki, bir gün əshabla birlikdə, Allah Resulü sallallahu aleyhi və səlləmlə birlikdə oturmuşduq. Birdən tanımadığımız bir adam gəldi. Simsiyah, saçı saqqalı simsiyah və geyimi də süddən də ağ idi. Heç birimiz onu tanımadıq və üzərində də heç bir səfər əlaməti də yox idi. Yəni, uzaqdan gələn biri olsaydı, ən azından üst başından bəlli olardı. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem o gedərkən gələnin Cəbrail aleyhissalam olduğunu, yəni bir mələyin olduğunu bizə bildirdi. Və Peyğəmbərimiz sallallahu aleyhi ve sellem yanına gəldi, əyləşdi, dizini dizinə dayadı, əlini də onun budunun üzərinə qoyaraq ona bir çox suallar verdi. Hədis çox uzun bir hədisdir. Suallardan biri bu idi. Cəbrail aleyhissalam Peyğəmbərimiz sallallahu aleyhi ve sellemə bu sual verdi. Qiyamətin əlamətləri hansılardır? Peyğəmbərimiz sallallahu aleyhi ve sellem o suala belə cavab verdi. Əntəlidəl əmətu rabbəhə. Kəniz öz ağasını doğuracaqdır. Kəniz burada anaya nisbət olunur, ağa isə övlada nisbət olunur. Yəni, elə bir zaman gələcəkdir ki, övlad bir ağa kimi anasını, yəni ana bir qul kimi, övlad isə bir ağa kimi özünü aparacaqdır. Onunla istədiyi kimi danışacaqdır, yüksək səslə danışacaq, onunla kobudluq edəcək. Həqiqətən də Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin söylədiyi, 14 əsr bundan öncə qiyamətin əlaməti olaraq söylədiyi bu hadisəni bugün biz yaşayırıq, görürük. Bu hadisələr sadəcə dindən, imandan uzaq olan ailələrdə deyil, eyni zamanda dindar ailələrdə də müşahidə olunur, çox təəssüflər olsun ki. Valideynə bu cür münasibət vallahi yol verilməzdir, nəinki haramdır, Allahın birbaşa qəzəbinə səbəb olan əməllərdəndir. Belə bir insana Allah Teala heç bir zaman rəhmət nəzəri ilə baxmaz, ona şəfqət nəzəri ilə baxmaz. Valideynlərin xətaları olsa da, onlar nə qədər yanlış bir əməl işləsələr də, bizim borcumuz valideynə itaət olmalıdır. Çünki biz İslamı təmsil edirik. Bunu heç bir zaman unutmamalıyıq. Bəzi gənclər, yeni namaza başlayan, yeni ibadətə başlayan insanlar, valideynləri ibadət etmir deyə onları kafir adlandıraraq, onlarla sanki döyüşdə olan kafirlərlə ediləcək münasibəti onlara qarşı edirlər. Yəni, onların heç bir xeyri işində iştirak etmirlər, onlarla kobud davranırlar, hətta cənazələrində belə iştirak etmirlər. Halbuki, sənin valideynə etdiyin bu nəsiyyətlər, ilk vaxtlarda insan yeni namaza başlayarkən hər şeyin tez əmələ gəlməsini istəyir. Lakin valideynlər səndən yaşda çox böyükdür. Onları birdən-birə dəyişmək asan deyildir. Sən sadəcə nümunə olaraq onları bu yola dəvət edə bilərsən. Bunu unutmamaq lazımdır. Bir müəllimin valideynə olan nəsihəti sizinlə bölüşmək istəyirəm, dəyərli qardaşlar. Yeni bir
namaza başlamış bir gənc, müəllimi ona belə bir nəsihət edir. Sən namaza yeni başladın, sən dini bir işləri yeni öyrənmirsən. Bu müddət ərzində, yəni 6 ay müddət ərzində sən valideynlərinə heç bir nəsihət etmə. Namaz qılmalısan, oruç tutmalısan və s. digər Rəbbimizin əmrlərini onlara heç bir zaman söyləmə. 6 ay müddətinə səbr et. Və həqiqətən də əgər müəllimin o nəsihətini mən nəzərə almasaydım ki, ətrafımda gördüm, bunu nəzərə almayanlar ətrafda hər kəsi təkfir etdilər. Onlar da valideynlərinə kobud davrandılar. Onların cənazəsində belə iştirak etmədilər. Amma nə yaxşı ki, mən bu nəsihəti dinlədim. Çünki birinci insan özü nümunə olmağa çalışmalıdır. İslam əxlaqını öyrənməlidir. İslam əxlaqını öyrənib ona uyğun bir həyat yaşadıktan sonra sən elə nümunəvi bir həyatla digər insanları da haqqa dəvət etmiş olacaqsan. Bir şeydə unutmamaq lazımdır ki, kiçiyin böyüyə nəsihəti çox ağır gəlir. Adətən kiçiklər valideynlərini böyük bir həvəslə imana dəvət edirlər. Onlar bu yola gəlmədikdə qəzəblənirlər, onlarla kobud davranırlar. Onlarla küslü həyat keçirirlər. Halbuki bir şey nəzərə almaq lazımdır ki, nümunəvi həyat onları bizə yaxınlaşdırır, onları İslam'a yaxınlaşdıracaqdır. Sa'd bin Əbu Vaqqas radiyallahu anh imana gəlmiş yeni gənclərdən olur, sahabə. Anası eşidir ki, o müsəlman olubdur. Onu yanına çağırır və deyir ki, əgər sən Muhammeddən sallallahu aleyhi və səlləm ayrılmasan, İslam dinindən çıxmasan, ölənə qədər az və susuz qalacaq. Və o insanlar desinlər ki, gör necə bir dinin arxasına gedir ki, ananı balasından ayırdı. Sa'd bin Əbu Vaqqas radiyallahu anh bu sözləri eşidərkən çox narahat olur ki, anam belə bir söz deyir mənə, anam ölənə qədər az qalacağını söyləyir. Lakin onu yaradan Rəbbinin əmri isə qalib gəlir. Təbii ki, anasına yüksək səslə danışmadan, onu təhqir etmədən ona bu sözləri söyləyir. Anacan, sənin 100 canın olsa və bunları həlak etsən də, məni bu yoldan əsla çevirə bilməzsən. Anası da anlayır ki, onu bu yoldan heç cür mümkün olmayacaq çevirmək. Anasını qırmadan, anasını kobud rəftar etmədən, ağla və məntiqə söykənərək anasına bu şəkildə rəftar edir və onun bu sözləri Quran-ı Kərimdə Loğman surəsi 15-ci ayədə Allah Teala belə ifadə edir. Əgər sənin haqqında mənə şərik qoşmağını, elmindən xəbərin olmadan bilmədiyin bir şeyi mənə şərik qoşmağa əmr etsələr, onlara itaət etmə. Amma dünyada ikən onlarla gözəl rəftar et. Baxın, dəyərli qardaşlar, Allah Teala itaət məsələsində, ibadət məsələsində, valideyni səni hər hansı bir məsələdə çəkindirirsə, ona itaət etməyəcəksən. Lakin dünyəvi məsələlərdə, ailədə olsun, ailədən xaricdə və digər məsələlərdə olsun, valideyn hər hansı bir şeyi sənə əmr edirsə, dünyada ikən Allah Teala nə buyurdu? Onlarla gözəl rəftar et buyurdu. Və Quran-ı Kərimin heç bir yerində Allah Teala mömin valideynə qarşı bu şəkildə, kafir valideynə qarşı bu şəkildə rəftar edəcəksən. Belə bir ayə yoxdur. Rəbbimiz ayədə buyurur ki, وَقَدَى رَبُّكَ أَلَّا تَعْبُدُوا إِلَّا إِيَّهُ. Yəni, Rəbbinə, yalnız Rəbbinə ibadət edəcəksən. وَبِالْوَالِدَيْنِ إِحْسَانًا. Valideynə qarşı da yaxşı rəftar edəcəksən. Rəbbimiz ümumi şəkildə yalnız ilahları tərk edib, yalnız Allaha ibadət etməyi əmr etdi və yenə də ümumiləşdirərək, kafir mömin ayrı seçkini saymayaraq, yəni ümumi şəkildə valideynə itaəti əmr etdi Rəbbimiz. Və bil-valideyni ihsənə buyurdu Allah Teala. Valideynə itaəti əmr etmir dinimiz. Valideynə ehsan dərəcəsində itaət etməyimizi istəyir. Ehsanla itaət arasında fərq varmı? Bəli, vardır. İtaət, məsələn, edərək də yenə də valideynin dediklərini yerinə yetirmək vardır. Və bir də vardır ki, sevərək, gülər üz göstərərək, valideynə yaxşı rəftar edərək, onun istəyini gözəl bir şəkildə yerinə yetirmək vardır ki, bu da ehsan dərəcəsində bir itaətdir ki, Rəbbimiz bizə, valideynimizə qarşı ehsan dərəcəsində
itaət əmridir. Əsma radiyallahu anha yanına bir gün anası onu ziyarətə gəlir. Anası bütə ibadət edən, Allaha şərik qoşanlardan biri olur. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem soruşur ki, ya Resulullah, anam məni arzu etdi və məni ziyarətə gəlibdir. Onu misafir olaraq qəbul edə bilərəmmi? Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, anana qarşı gözəl rəftar et. Baxın, bütpərəst biri, Allaha şərik qoşan biri, amma Allah Rəsulü sallallahu aleyhi ve sellem ona nəyə əmr etdi? Ona gözəl rəftar et. Çünki Allah ayədə nə buyurmuşdu? Dünyada onlar da gözəl davran buyurmuşdu. İbn Abbas radiyallahu anh deyir ki, söyləyəcəyim 3 ayə, 3 şeylə bir-birinə bağlıdır. Yəni, biri olmazsa, digəri də onu Allah səndən qəbul etməz. Birinci ayə budur. Ədi'ullaha və ədi'ur Rasul. Allaha və Rasuluna itaət et. Yəni, sən Allaha itaət edəcəksən və Rasuluna itaət etməyəcəksənsə, Allaha olan itaətin də səndən qəbul olunmayacaqdır. Aqimis salətə və ətuz zəkah buyurur digər ayədə Allah təala. Namaz qıl və zəkat ver. Sən zəkat verəcəksən, sədəqə verəcəksən, xeyir əməllər işləyəcəksən, lakin namaz qılmayacaqsansa, səndən o verdiyin zəkat da, o xeyir əməllər də heç biri qəbul olunmayacaq. Ənişkurli və li valideyk. Mənə və valideynə şükr et buyurur Allah təala. Sən Allaha şükr edəcəksən, ona gözəl bir şəkildə ibadət edəcəksən, lakin valideyninə təşəkkür etməyəcəksənsə, Allah ona qarşı edilən ibadətləri də səndən qəbul etməyəcəkdir. Həqiqətən də Quranda harada Allaha itaət görürsə, orada Peyğəmbərə də itaəti görürük. Harada Allah təala namazdan bəhs edirsə, onun arxasıca dərhal zəkatdan, sədəqədən bəhs edir. Və Allah təala Quranda harada özünə şükr etməyindən bəhs edirsə, özünə itaətdən bəhs edirsə, orada valideynə itaətdən, şükürdən bəhs edir. Amma bugün bəzi gənclər Allaha şükür edir, ibadətlərini yerinə yetirir, amma valideynə şükrü, ona təşəkkürü unudur. Abdullah ibn Məsud radiyallahu anh deyir ki, bir gün Allah Resulü sallallahu aleyhi ve sellemdən soruşdum ki, ya Resulullah, Allaha ən sevimli əməl hansıdır? Həqiqətən də hər birimizi maraqlandıran bir sualdır. Görürsən, Allah bizim hansı əməllərimizi sevir? Hansı sevimli əməl Allah üçün onu etməyə çalışaq? Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, vaxtında qılınan namaz. Sahabə soruşur ki, ya Resulullah, başqa hansı əməl Allah daha sevimlidir? Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, valideyninə gözəl davranmaq. Və sonra hansıdır ya Resulullah? Dedikdə Peyğəmbərimiz buyurur ki, Allah yolunda cihad etmək. Diqqət edin, öncə Allaha qarşı vəzifə, sonra valideynə qarşı vəzifə, ondan sonra cihad gəlir. Biz adətən yaxşılıqları çox uzaq yerlərdə axtarırıq. Amma Allah Resulü sallallahu aleyhi ve sellem bizə Allahın sevdiyi bir əməlin belə burnumuzun ucunda olduğunu bizə deyir. Sadəcə olaraq biz çox uzaq yerlərdə Allahın rızasını axtarırıq. Və son olaraq əziz qardaşlar, Allah Resulü buyurur ki, Ridallah fi ridal validi, Allahın razılığı valideynin rızasına bağlıdır. Və sakatallahi fi sakatil validi, və Allahın qəzəbi də valideynin qəzəbinə bağlıdır. Əgər valideyn sənə qəzəblidirsə, bil ki, Allah da sənə qəzəblidir. Xütbəmin əvvəlində söylədiyim kimi, biz həqiqətən də bəzən Allahın rəhmət yağışları yağır, amma ona qarşı bir çətir tuturuq. Yəni bir növ o rəhmət yağışına qarşı bir əngəl yaradırıq özümüz. Allah Teala valideynimizə qarşı daim hörmətlə yanaşan, onlara qarşı izzətlə münasibət göstərən bəndələrindən etsin, onlara qarşı kobudluğu, sərt davranışı tərk etməyə bizə yardım etsin Rəbbimiz. Çünki kiçik yaşdaykən onlar bizə yardım etdilər, bizim böyüyüb başa çatmağımıza onlar yardım etdilər. Allah onlara qarşı naşükür olmağa bizə yardım etsin. Amin.